Telefonların həyatımızın bir hissəsinə çevrilməsi sir deyil. İnternetə qoşulan bir telefon sahibinin əlindən düşmür. Sosial şəbəkə, video, film, informasiya. Telefonumuzun gün ərzində əlimizdən düşməməyinə səbəb ola biləcək bu siyahını daha da uzatmaq olar. İndi demək olar ki, hər evdə modem və Wi-Fi var. İnternetlə bağlı tək problem bəzi qapalı məkanlarda dalğanın zəifliyidir. Məkandan asılı olmayaraq güclü dalğaya qoşulmanın yollarını bizimlə öyrənəcəksiniz. 5. Cihaz dəyərləndirmə. Daha güclü Wi-Fi dalğası tutmaq üçün kabelsiz internetə qoşulan cihazın dəyəri böyükdür. Cihaz evin düz mərkəzində olmalıdır. Divara yaxın qoyulmamalıdır. Çünki divar dalğanı zəiflədir. Elektrikli soba yaxud elektriklə işləyən başqa cür cihazlar da Wi-Fi-nın sürətini azaldır. Kafel vurulan döşəmənin yaxud dekorativ divar örtüklərinin də Wi-Fi dalğasına təsir etdiyini unutmayın. 4. Antenalardan istifadə etmək. Wi-Fi-ın sürəti dalğaların cihazda necə yayılmasına bağlıdır. Evinizin quruluşuna uyğun olaraq modemə antenaların taxılması bütün otaqlarda internetin sürətini artıracaq. Məsələn, evinizdə nəzərə çarpmayacaq bir küncə modem qoysanız, güclü Wi-Fi dalğalarına ümid etməyin. Modemə taxılan antenaların yerini dəyişə bilmək imkanına malik olsanız, evinizin istənilən güşəsində internetiniz sürətli olacaq. 3. Modemləri yenidən aktivləşdirmək. Bu iş elə də çətin deyil. Modeminizi nə qədər tez-tez restart etsəniz, bir o qədər yaxşıdır. Modemin aktivliyinə nəzarət etmək onun iş prosesini yaxşılaşdırır və siz sürətli internetdən bir anda olsun uzaqda qalmırsınız. 2. Wi-Fi-ın sürətini artıran qurğu. Yuxarıda sadaladığımız üsullardan istifadə etdiniz, lakin Wi-Fi dalğası yenə zəifdir, deməli əlinizi cibinizə salmağın vaxtıdır. Wi-Fi-ın sürətini artıran qurğu almaq lazımdır. Evinizin hansı güşəsində dalğanın zəifliyini hiss edirsinizsə, qurğunu məhz orada işə salın. Qurğunun satış qiyməti 30-50 manat arasında dəyişir. 1. Alüminium falqa. Əlavə xərc çəkmədən də internetinizin sürətini artıra bilərsiniz. Məsələn, alüminium falqanı dalğa ötürən kimi istifadə etmək olar. Antenaların küçəyə baxan tərəfində falqadan kiçik bir hasar düzəldin. Beləcə Wi-Fi dalğalarının küçəyə yönəlməsinin qarşısı alınar və bütün dalğa evin içinə yönələr. İnternetinizin gücünü artırmaq üçün bonus məsləhət ürgüc. Alüminium falqa kimi onun da dalğa çəkmə və ya ötürmək kimi qabiliyyətləri var. Videodan da gördüyünüz kimi bu telefonda internet zəifdir. Telefonun arxa qapağını açıb ora bir ürgünc bıçağı yerləşdirin. Diqqətlə baxın, ekranda internetin sürətinin artmağını izləyin. Əziz dostlar, videonu bəyənsəniz, videonun altındakı bəyən düyməsini basmağınızı və Demədi Demə kanalına abunə olmağınızı sizdən xahiş edirəm. İzlədiyiniz üçün təşəkkürlər. Dəstək olduğu üçün Aqat Təbii Daşlar mağazasına təşəkkür edirik.